Bəli uşaqlar, buraxılış imtahanında birinci mərhələ və ikinci mərhələ yekunlaşdı. Əsas məsələ 5-ci qrup uşaqların qabiliyyət imtahanı, hazırlaşma mərhələsi. Bilirsiniz ki, kanalda qabiliyyət imtahanı ilə bağlı hər şey görə bilərsiniz. Onun üçün də birlikdə qabiliyyət imtahanına hazırlaşırıq. Yəni necə? Videoların elə bir konseptini, mövzularını indidən sizə deyirəm. Gündəlik şortlar atmaq istəyirəm. Yəni qabiliyyət imtahanına hazırlaşıram birinci gün, ikinci gün, 30 günlük bir ya da daha da fikirləşəcəm, daha da fərqli ola bilər. O formada video şortlar bölüşmək istəyirəm. Plus sıfırdan, yəni qabiliyyət imtahanına hazırlaşanlar üçün. Bunu deyim ki, video izləməklə kifayətlənməyin. Çalışın özlərinizdə. Müəyyən bir baza yaradın. 2-3 ayda heç kim uğurlu bir rəssam ola bilməz. Mən elə tələbələrdə eşitmişəm ki, 2 ay hazırlaşır, qabiliyyət imtahanına da keçir. İndi bu bəxt məsələsidir və bu hamı üçün də keçərli olan bir şey deyil. Yəni 1-2 il hazırlaşıb da qəbul ola bilməyənlər var. Evet, müəyyən mərhələlər var. Ona görə də çalışacaq ki, bir yerdə hazırlaşır. Bunu da deyim ki, rəsmlərinizə baxıram serisində artıq gələcək mütləq. Sadəcə bu günləri deyim ki, həm özümüzə söz verək, həm çalışaq, həm də ümumiyyətlə bizim kanalımızı böyütmək üçün, inkişaf elətdirmək üçün əvvəlcədən sözlər verək istəyirəm. Əlbəttə ki, söz verirsənsə, əməl də etməlisən. Onun üçün də birlikdə çalışacağıq və bir sözlə ikimiz də uğur əldə edəcəyik. Buna inanıram. Paylaşımlar nə olacaq? Qabiliyyət imtahanı hazırlaşır videoları, rəsmlərinizə baxıram serisi hər həftə gələcək, həmçinin qabiliyyət imtahanında. İstəsəniz vlogvari videoları da çəkəcəm və bunu deyim ki, müəlliməniz praktikada, magistr praktikasında 92 bal aldı. Bəli, inşallah sizə qismət. Nə arzu edirsinizsə, çalışırsanızsa onu əldə etməyiniz mümkündür. Qeyri-mümkün heç nə yoxdur. İnsan istədikdən sonra bu həyatda pulu arzulamaqdansa şans arzulayın və o şans hər kəsin qabağına çıxır. Əsas onu dəyərləndirə biləcək bir potensiala sahib olmalıdır. Hər kəsin qabağına bir şans çıxır, amma onu ya fərqində olmur, ya da deyir ki, filan kəs etdi, mən eləyə bilməyəcəm. Boş verin filan kəsləri. Bu formada olacaq, dedim ki, qısa formada məlumat verim. Qabiliyyət imtahanı ilə bağlı. Bilirsiniz ki, bu A4 formatı. Üzərində də yazılıb A4. İndi məndə videoda əksinə görəcəksiniz. Qabiliyyət imtahanında hər birinizə A2 formatı. Yəni bunun 4 dənə bundan olur. Yəni göstərim 4 dənə necə olur. Hətta sizin yapışdırmışam da. Bu bir dənəsi. Bu 2 olanda bu A3 formatı olur. Bundan açıra bilmədim. Bu boyda olanda da A2 formatı olur. Aydın uşaqlar. Yəni bu formada da heç kim bu qədər bəsit izah eləməmişdi, mən elədim. Yəni A4 birimiz A4 vərəqidir. O A2 formatda. Yəni ölçü nə qədər kiçiksə bir o qədər böyük deməkdir də. Yəni mən məsələn müştəridən zakaz qəbul edirəm, deyirəm A2 formatda istəyirsiniz. A3 formatda başa salıram, yenə başa düşmür. İşi yekunlaşdırıram, çatdırıram, deyir ki, mən bu qədər balaca və böyük olacağını bilmirdim. Halbuki mən sizə necə başa salıramsa, deyirəm bu A4 bildiyin A4 var, gördüyün A4. Onun elə bir 4 dənə bir hissəsini birləşdir. O A2 olur. 2 dənə birləşdirəndə A3 olur. Formatları öyrənsəniz yaxşı olar uşaqlar. Çünki ona uyğun çalışdıqda ən əsası komponovkanı bildikdə sənin qabağına nə ölçüdə qoysalar, sən onu işləyəcəksən. Vəsə. Və rəsmlərinizə baxıram serisində çox uşaq mənə yazır ki, ay müəllimə, mən filan kəsin işinə baxdınız, mənim işimə baxmadınız. Uşaqlar, çatdırmaq olmur. Amma bunu bilməyin ki, mən əl işlərinizə baxmıram. 20-20 hər 20 nəfəri. Məsələn, elə uşaq var ki, 1 nəfərdir, 5 dənə, 10 dənə şəkil atır. Mən bəzən baxa bilmirəm. Məsələn, mən mütəmadi izləyən, hər videoya şərh yazıb, ürək sözlərini deyənlər var. Onlar da hətta deyir ki, mən daimi izləyicinizdə nax mənim kimi eləmədiniz, mənim kimi niyə hamısını göstərmədiniz, mən özüm də pis olurum. Çalışacağım ki, şəkillərini qoyacağım və ən sevdiyimi deyəcəm, belə eləyəcəm. Ən yaxşı yol, üsul budur. Çünki görürəm ki, uşaqlar da pis olur, deyir, mən bu qədər iş atmışam falan filan. Ona görə iki tərəfi də razı salmaq qeyri-mümkündür. Amma heç olmasa belə eləyərək uğurlu olacağımıza inanıram. Bir sözlə belə planlarım bunlardır. Mən hələ müəllimə olsam belə rəsmi olaraq, yəni bir yerdə işləmirəm. Magistr olduğuma görə də müəyyən problemlər yaşayıram o iş barəsində. Çünki vaxt verirlər, o vaxtda da universitetdə olmalıyam. Ona görə də inşallah bu illəri müəlliməniz MİQ-də verəcək. MİQ imtahanı verəcəm. İnşallah bu videonu paylaşdıqdan sonra MİQ-ə hazırlaşacağam və inşallah uğurlu olanda da bu videonu təkrardan bölüşəcəm ki, müəlliməniz filan universitetdə və ya filan məktəbdə, filan kollecdə müəllim olaraq fəaliyyət göstərsin. İnşallah, ümid edirəm. Bunu da manifestləyək buradan, dua edək əlbəttə ki. Yaxşı olar inşallah, inanıram.
bir-birimizə, hər birimizə inanaq. Bəzən söz vermək yaxşıdır. Ən yaxşısı da o sözü, verdiyin sözü əməl etməkdir. Sizi çox sevirəm. Həqiqətən sözdə deyil. Bəzən şərhlər yazır. Mən də vaxt taparaq cavablandırmaya çalışıram. Dediyim kimi balaca bir kanal ola bilərik, amma məncə bizim tərkibimizdə rəssamlar var. Yəni bizim fərqimiz var. Ruhu böyük olan insanlar var. Qəlbi gözəl olan balaca ürəklərim var. Ona görə də nə etmək lazımdır? Planlı şəkildə hərəkət etmək lazımdır. Postda da bölüşəcəm hansı videolar, hansı gün, hansı vaxt. Çalışacağam ki, vaxtla işləyim. Bilirəm, mən də bəzən deyirəm, falan vaxtda bölüşürəm, başqa bir vaxtda bölüşürəm. Bu hallar olur məndə, amma çalışacaq ki, bu vərdişimizi tərk edək. Yaxşı vərdişlər əldə edək və birlikdə çalışaq, öyrənək. Videonu çox da uzatmayım. Dedim ki, bu formada məlumat verim. Bir sözlə çalışmağa, işləməyə davam et balaca dostum. Çünki biz birlikdə böyüyəcəyik.